həftənin əsas xəbərləri. 2 aprel aksiyası iştirakçılarının birinci qrupuna hökm oxundu. Hüquq müdafiəçisi 3 il müddətinə azadlıqdan məhrum edildi. Elçibəyin xatirəsi anıldı. İslam Bəşirli azad edilmədi. Hüquq müdafiəçilərinin etiraz aksiyası. Şahin Cəfəri qəzetinə qarşı hücumları qərəzli sayır. Səbail rayon məhkəməsində bugün 2 aprel aksiyasında iştiraka görə həbs edilmiş 6 müxalifətçi barəsində hökm oxunub. Bir neçə aydır davam edən məhkəmə həbs olunanların azadlıqdan məhrum edilməsi ilə sona çatıb. Hakim Elnur Həsənov həbs olunanları 233-cü ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə və 186.1-ci özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə maddələri ilə təqsirlə bilib. Və Arif Alışlını 3 il, Bitərəf Elnur İsrafilovu 2 il, 6 ay, Sahib Kərimova AXCP və Elşən Həsənovu Müsabat 2 il, Babək Həsənova AXCP və Zülfiqar Eyvazlının AXCP 1 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Eyni zamanda Sahib Kərimov və Zülfiqar Eyvazlı barəsində 186.1-ci maddə ilə ittihamlar ləğv olunub. Məhkəmə Elnur İsrafilov və Arif Alışlıdan ziyan vurduqları avtobusun sürücüsünün xeyrinə 1325 manat cərimə tutulması barədə qərar çıxarıb. Təqsirləndirilən şəxslər və onların tərəfdarları hökmə qarşı etiraz əlaməti olaraq məhkəmə zalında Azərbaycan himnini oxumağa və istefa azadlıq şüarları səsləndirməyə başlayıblar. Bu etirazlar məhkəmə binası qarşısında körtəbi mitinqə çevrilib. 100-ə yaxın insan buraya toplaşıb. Polisin toplaşanları susturmaq cəhdləri nəticə verməyib. Müxalifətçilər etirazlarını yaxınlıqdakı parkda davam etdiriblər. Dünən müttəhimlər son sözlərində özlərini təqsirli bilmədiklərini, həbslərini siyasi sifariş kimi qiymətləndirdiklərini bildiriblər. Bugün Göyçayda hüquq müdafiəçisi Vidadi İskəndərovun işi üzrə məhkəmədə hakim Elxan Süleymanovun sədrliyi ilə hüquq müdafiəçisi Vidadi İskəndərova hökm oxunub. Məhkəmə onu 159.3 vətəndaşı öz iradəsinə zid səs verməyə məcbur etmə və ya onun səs verməsinə mane olma, 160.1 seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə və 132-ci döymə maddələri ilə təqsirli bilərək 3 il müddətinə azadlıqdan məhrum edib. Hakim məhkəmə zalında video və foto çəkilişlərə audio yazıya icazə verməyib. Vidadi İskəndərov etiraz əlaməti olaraq arxasını məhkəmə heyətinə çevirib. Hökm elan edildikdən sonra hüquq müdafiəçisi zalda əyləşənlər istefa, diktaturaya son, Vidadi İskəndərova azadlıq şüarları səsləndiriblər. Yaxınları hüquq müdafiəçisinin həbsini ədalətsiz və qanunsuz sayırlar. Proses sona çatanacan polislər və mülki geyimlilər məhkəmə binasını nəzarətdə saxlayıblar. Prosesi izləyən ATƏT-in nümayəndəsi də məhkəmə zalında olub. Bununla da Azərbaycanda ilk hüquq müdafiəçisi həbs edildi. Avqustun 22-si Milli Azadlıq Hərəkatının lideri Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin anım günüdür. Azərbaycanın müstəqillik tarixində önəmli yeri olan Əbülfəz Əliyev 24 iyun 1938-ci ildə Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kələki kəndində anadan olub. Alim, müəllim, dissident, xalq hərəkatının lideri, ictimai-siyasi xadim, prezident və nəhayət sürgün ömrü yaşayıb. 2000-ci il avqust ayının 22-sində Türkiyədə dünyasını dəyişib. Bugün Elçibəyin əqidə yoldaşları, siyasi partiyaların rəhbərləri, partiya fəalları, gənclər liderlərinin xatirəsini yad etmək üçün fəxri xiyabanda Elçibəyin məzarı başında toplaşıblar. Elçibəyin vəfatının 11-ci il dönümü ilə bağlı keçirilən tədbirdə dövlət himnimiz səslənib, demokrat prezidentin xatirəsi ən xoş sözlərlə anılıb. 20-ci əsrin sonlarında Azərbaycanda başlayan demokratik hərəkatda Elçibəyin xidmətləri sadalanıb, onun ideyalarının həyata keçməsi üçün davam edən demokratiya uğrunda mübarizədən söz açılıb. Anım mərasimində Elçibəyin məzarı üstünə əkilirlər, gül çiçək dəstələri düzülüb. Ruhuna dualar olub. Su akar yokuşlardan hep basamak basamak, benimse alın yazan yokuşlarda susamak. Her şey akır. Tarih
İnsan ve fikir oluklar cift, birinden nur akar, öbüründen kir. Fakat Sakarya başka, yokuş mu çıkıyor ne? Kurşundan bir yüş binmiş köpükten gövdesine, çırpılır, yırtılıyor yokuşu sökmek için. Eyvah Sakarya'nın kim bilmişçe vurulmaz perçin. Rabbim isterse sular büklüm büklüm vurulur, sırtına Sakarya'nın düz tane vurulur. Avqustun 22-sində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin bir saylı cəza çəkmə müəssisəsində hakim Azər İsmayılovun sədrliyi ilə Yeni Fikir Gənclər Hərəkatının həbsdə olan lideri Ruslan Bəşirlinin vaxtından qabaq azad edilməsi iş üzrə iddia baxılıb. İddia təmin olunmayıb, Ruslan Bəşirli azadlığa buraxılmayıb. Bəşirlinin vəkili Tahir Xanaliyev hüquqlarını müdafiə etdiyi şəxsin cəzasının 4də 3-ünü çəkdiyindən azadlığa buraxıla biləcəyini deyib. Vəkil bildirib ki, Ruslan Bəşirli 6 ildir həbsdədir, cəza çəkir. Azadlığa çıxması üçün 11 ay vaxtı qalıb. Ancaq onun vaxtından qabaq azad edilməsi üçün cəza çəkmə müəssisəsinin rəyi olmalıdır. Cəza çəkmə müəssisəsi Bəşirli barəsində mənfi rəy verib. Rəyə əsasən Ruslan Bəşirli ətrafdakılarla söhbət etmir, qapalı adamdır və o öz əməlindən cinayət tərkibi görmür. Buna görə də o islah olunmuş sayıla bilməz. Vəkil bu rəyin hüquqi əsası olmadığını və subyektiv yanaşma olduğunu deyib. Onun sözlərinə görə gənc fəalın şəxsi işində saxlanılan Bəşirli barəsində cəza çəkmə müəssisəsi tərəfindən 22 oktyabr 2010-cu ildə prezident yanında əfv komissiyasına yazılan xasiyyətnamədə o tam müsbət xarakterizə olunub. Dövlət ittihamçısı Bəşir Cəfərov dövlət və cəmiyyət adından çıxış edərək Bəşirlinin cəzasını sonacan çəkməli olduğunu bildirib. Ruslan Bəşirli ittihamçının çıxışına münasibət bildirərək deyib ki, sizin cəmiyyət adından danışmağa haqqınız yoxdur. Vəkil Tahir Xanaliyev Yeni Fikir Gənclər Təşkilatı liderinin həbsinin siyasi sifariş olduğunu və azadlığa buraxılması üçün siyasi iradənin və yuxarının göstərişinin olmadığını deyib. Vəkil Avropa məhkəməsinə şikayət veriləcəyini söyləyib. Xatırladaq ki, Yeni Fikir Gənclər Hərəkatının sədri Ruslan Bəşirli 14 avqust 2005-ci il tarixində parlament seçkiləri ərəfəsində həbs edilib. 2006-cı ilin iyulun 12-sində ağır cinayətlərə dair işlər üzrə məhkəmə Ruslan Bəşirlini Cinayət Məcəlləsinin 278-ci maddəsi ilə hakimiyyəti zorla ələ keçirməklə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib. Bugün bir qrup hüquq müdafiəçisi Sülh və Demokratiya İnstitutunun avqustun 11-də sökülən ofisinin dağıntıları qarşısında etiraz aksiyası keçirərək həm hüquq müdafiəçisi Leyla Yunusa, həm də evləri sökülən digər vətəndaşlara həmrəylik nümayiş etdiriblər. Aksiyada hüquq müdafiəçilərindən Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı, Siyasi Azadlıqları Müdafiə Alyansının koordinatoru Anar Məmmədli, Azad İqtisadiyyata Yardım İctimai Birliyinin rəhbəri Zöhrab İsmayıl, Sülh və Demokratiya İnstitutunun nümayəndəsi Azad İsazadə, İnsan Hüquqları Klubunun koordinatoru Rəsul Cəfərov, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynov, jurnalist Rövşən Hacıbəyli iştirak edib. Eyni zamanda gənc fəallar və ofisin qonşuluğunda yaşayan sakinlər də aksiyaya qoşulublar. Ofisin söküntüləri qarşısında çıxış edən vətəndaş cəmiyyəti nümayəndələri bu cür münasibətə kəskin etirazlarını bildiriblər. Bunun konstitusiyaya və ölkə qanunlarına zidd olduğunu vurğulayıblar. Eyni zamanda bildirilib ki, hakimiyyətin bu cür addımları demokratik, sivil dövlət hakimiyyətlərinə xas deyil və ölkənin imici baxımından mənfi nəticələrə gətirib çıxaracaq. Aksiya zamanı vətəndaş cəmiyyəti təşkilatlarının qoşulduğu bəyanat paylanıb. Bəyanatda insanların mülkiyyət hüququnun pozulmasına son qoyulması, evləri sökülən zaman vətəndaşlara dəyən maddi və mənəvi ziyana görə kompensasiya ödənilməsi, Sülh və Demokratiya İnstitutunun ofisinin sökülməsinə göstəriş verənlərlə onu həyata keçirənlərin cinayət məsuliyyətinə cəlb edilməsi tələb olunur. Aksiya iştirakçıları etiraz əlaməti olaraq söküntü işlərini aparanları və buna göstəriş verənləri bir neçə dəqiqə alqışlayıblar. Gündəm Xəbər qəzetinin təsisçisi Şirin Cəfəri qəzetə qarşı vergidən
yayılma və səlahiyyət həddini aşma maddələri ilə başlanmış cinayət işi barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda mətbuat konfransı keçirib. Təsisçi cinayət işinin başlanması ilə bağlı rəsmi bildiriş almadığını, konkret olaraq hansı məqalə ilə bağlı qəzetə qarşı cinayət işi başlanmasından da xəbərdar olmadığını deyib. Təxminlərini jurnalistlərlə bölüşən Şirin Cəfəri bu məsələdə Prezident Administrasiyası İctimai-Siyasi Şöbəsinin müdiri Əli Həsənovun əli olduğunu ifadə edib. Belə ki, qəzetdə dərc edilən Mətbuatda qurulan İmperiya adlı məqalədə Əli Həsənovun mətbuatda yaratdığı inhisar, mətbuatın aslılığı barədə yazılıb. Təsisçiyə görə qəzetə qarşı hücumun Mətbuat Şurası tərəfindən təşkil edilməsi belə düşünməyə əsas verir. Vergilər Nazirliyi qəzetin 70 min manata yaxın həcmdə vergidən yayındığı haqda açıqlama verib. Təsisçi bu rəqəmin gerçəkliyi əks etdirmədiyini vurğulayıb. Cəmi 1000 nüsxə satılan qəzetin bu qədər həcmdə maliyyə vəsaiti ilə vergidən yayınması haqda açıqlamanı qərəzli adlandırıb. Onun sözlərinə görə vergidən yayınma məbləğini hesablayanlar Gündəm Xəbər qəzetini Azadlıq və Yeni Müsavat qəzetləri ilə eyni səviyyədə götürərək gündəlik satışı 8000 nüsxədən hesablayaraq bu rəqəmi yazıblar. Şahin Cəfəri təzyiqlərə etiraz olaraq qəzetin bugünkü sayının Gündəm Xəbər qəzetinə qarşı təzyiqlərə son qoyulsun şüarından ibarət olduğunu söyləyib. O, hüquqlarının müdafiəsi üçün ölkə ictimaiyyətindən, media mənsublarından dəstək istəyib. Qəzetin hüquqlarını qorumağı vəkil Elçin Sadıxov öz üzərinə götürüb. Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev ictimai qurum olan Mətbuat Şurasının rəsmi quruma şikayətini səlahiyyət həddini aşmaq kimi dəyərləndirib. Eyni zamanda o, Mətbuat Şurasının üzərinə düşən vəzifələri yerinə yetirməməkdə ittiham edib. Mehman Əliyev Mətbuat Şurasının açıqlaması Vergilər Nazirliyinin vergidən yayınma ilə bağlı hazırladığı sənəd həm də Korrupsiyaya qarşı mübarizə idarəsinin qaldırdığı cinayət işi istiqamətində araşdırmalara başlamağı təklif edib. Rati sədri Emin Hüseynov qəzetə qarşı götürülən ölçüləri düzgün hesab etmədiyini, məsələni ictimaiyyətin müzakirəsinə verilməsinin vacib olduğunu deyib. Müzakirələrdə Mətbuat Şurasına alternativ qurum yaratmaq məsələsi də nəzərə çatdırılıb. Vergilər Nazirliyi bununla bağlı mənə